Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə satışda olan 4 yanaşı fərqli qiymətlərlə satışa çıxarılmış çox gözəl həyət evlərimizi təqdim edirəm. Təqdim etdiyim həyət evlərin qiymətləri əvvəlcədən qeyd edəcəm. Baxın, bu birinci evimizin qiyməti, yəni aşağı hissəsi obyekt olduğu üçün və iki tərəfli yolla əhatə olunduğu üçün bu evimizin qiyməti 82 min manatdır. 2 ailəyə yararlı ev kimi də istifadə edə bilərsiniz. Yəni rahat şəkildə 2 ailə yaşaya bilər və yaxud da ki, alt hissəsini obyektə, marketə icarəyə verə bilərsiniz. Yəni yuxarı hissədə 3 otaqdan ibarət olduğu üçün tam rahat şəkildə bir ailə yaşaya bilir. Yerləşmə ünvanı Masazırda, Cantəpə adlanan ərazi Masazırın ən hündür ərazilərindən biridir. Baxın, burada mən sizə təxmini olaraq ümumi görüntünü təqdim edeyim. Baxın, bu binalar Xırdalan dairəsində yerləşən binalardır. Cantəpə ərazisi Masazırda Xırdalan dairəsindən gəldikdə Respublikası qayının arxa hissəsinin hündür tərəflərinə düşür. 142 nömrəli marşrut xətti bu ərazidən yaxınlıqda fəaliyyət göstərir. Sənədlər kupçadır. 82 min, 76 min, 77 min və 78 min manata. Proyekt olaraq demək olar ki, eyni proyektdir, dəyərli izləyicilərimiz. Yəni hər birinin xarici fasad görüşünü təqdim edəcəm. Daxili təmiri demək olar ki, bir-birlərindən seçilmir. Amma belə bir evimizin giriş hissəsi var və evdə ən böyük üstünlüyü mərtəbə arasının monolit beton olmağıdır. Belə bir xarici görünüşü var. Rahat şəkildə, yəni həyətə 1-2 avtomobil daxil ola bilir. Əlavə olaraq istəsəz, baxın, bu hissəni bağlayıb bir qonaq otağı kimi istifadə edə bilərsiniz. Arxaya pəncərəsi var və yaxud da ki, buranı ümumilikdə obyektə də icarəyə verə bilərsiniz. Baxın, buranı qapısını ayırıb, yəni buranı aşağısını market kimi də, obyekt kimi də istifadə edə bilərsiniz. Qapısı yola atılır. Yəni market kimi açsaz işləyər. Yerləşmə yeri hündür ərazidir, quru ərazidir, nəmdən, rütubətdən uzaq, çox gözəl, hündür, təmiz havalı bir yerdir. Və evlərimizin xarici fasad görünüşlərini bir daha sizlərə təqdim edəcəm. 76, 77, 78 və 82 min manata bu gözəl həyət evlərimiz təklif olunur. Və hər bir həyət evi kupçadır, qaz, su, işıq, kanalizasiya xətləri var. Eyni zamanda real alıcıya real da endirim olacaq. Baxın, bunun da xarici görünüşünü sizlərə təqdim edim. İzləmədə qalsaq, mən sizə evimizin daxili təmirini də göstərəcəm. Bu evin həyəti genişdir. Bu 77 minlik evdir. Bunun həyəti gördüyünüz kimi genişdir. Altı qaraj perkində inşa olunmuş çox gözəl bir evdir. Və sizlərə sonuncu evin xaricini də təqdim edim. Bu evin həyəti olduqca genişdir. Çox gözəl bir həyət yanı sahəsi var. Və əlavə olaraq arxasında da yeri var. Baxın, qapı qoyulub arxa həyətə də keçmək mümkündür. Dəyərli izləyicilərimiz, şəbəkə pəncərə çox gözəl bir evdir. Təmiri, tikilişi həqiqətən də yaxşıdır. Evin damına çıxış var. Tavan hündürlüyü 3 metrdir. Sağda yerləşir belə bir gözəl mətbəx. Kombi xətləri çəkilib. Təmir, tikiliş yüksək səviyyədə aparılıb. Bütün pəncərələrin qayısı açıqdır, böyük bir üstünlükdür. Və aşağısının da obyektə yararlı olmağı həqiqətən də çox mükəmməl bir təklifdir. Yəni aylıq rahat 300-400 manata aşağı hissəsini marketə icarəyə verə bilərsiniz. Gəlirli evdir, dəyərli izləyicilərimiz, və belə bir gözəl qonaq otağı. Qonaq otağı doğrudan da böyükdür. Yəni digər bu proyektdə evlərə, altı qarajlı evlərə baxanda qat-qat böyük bir evdir. Mükəmməl təklifdir. Bu evlər satışda çox qalmayacaq. Həm yerləşmə yeri yaxşı bir ərazidədir. Yəni Cantəpə Masazırın ən hündür və şəhərə çıxışı ən rahat ərazisidir. Buradan da sizlərə göstəreyim. Baxın, qoşa daşlı. Şəhərə çıxışı çox rahat bir yerdir. Buyurub zəng edib maraqlana bilərsiniz.